Bugünkü gündə telefonu belə alsaq gənc övladlarımızın əlindən, televiziyalarda ailə münasibətlərini açıq şəkildə abardan, boşanmaları geniş şəkildə müzakirə obyektinə çevirən, ailə münasibətlərini geniş şəkildə müzakirə obyektinə çevirən verilişlər. Bilirsiniz, ümumiyyətcə bu cür verilişləri təbliğ edən, bunun təbliğatının özə əxlaqsızlıqdır. İstər bunu yaxşı mənada ailə məişət problemlərini geniş şəkildə müzakirə obyektinə çevirmək, yaxşı və ya pis mənada kişi və qadın münasibətlərini ortaya qoymaq, sərgiləməyin özü bir əxlaqsızlıqdır, mənim düşüncəmdə. Biz hansısa ailə münasibətlərini, qaynana gəlin münasibətlərini açıq şəkildə çıxardıb əgər bugün təbliğ ediriksə, ər-arvad münasibətlərini, verilişlərdə ərlə arvadın açıq davalarını, bugünkü gündə gənclərə pis örnək olacaq verilişlərə aparan şəxslərin reytinqi, qazancı daha çoxdur. Qazi adı ilə bir verilişə bir nəfəri, heç qazi olmayan, veteran olmayan bir nəfəri çağırırlar verilişə və hansısa bir imkanlı şəxsin ona ev verməsini tələb edirlər, verir də evi. 120 min manatlıq evi həmin o qazi adına verilmiş şəxsə 33 min manata satdırırlar. Bunun özü həmin o verilişin aparan şəxslərin hansısa bir böyük bir dələduzluq faktorunu ortaya çıxarır. Verən şəxsin özü hətta belə deyir ki, mən onu qazi bilmişəm. Araşdırırıq, adam nə müharibə iştirakçısıdır, statusu var, nə müharibə əlilidir.